Hörmətli tamaşaçılar, əziz idman həvəskarları, Milli Aviasiya Akademiyasının idman salonundan reportajımıza başlayırıq. Azərbaycanda Avrupa komandalarının 85 illiyinə həsr olunan turnir və bu yarışda Respublika Kubokunun sahibləri müəyyənləşdirilir. Turnir bütün yaş qruplarında keçirilir. Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında və habelə qadın ağırlıq qaldıranlar da bu yarışlarda qüvvələrini sınayırlar. Turnirin birinci günündə yeniyetmə idmançılar qələbə uğrunda mübarizə aparırlar. İndi Orxan Həsənli birinci cəhdində 70 kiloqram ağırlığın öhdəsindən gəldi. Bu təkanla yarışlardır. Orxan Həsənli birdən ağırlıq qaldırma yarışlarında 55 kiloqram nəticə göstərib. İndi isə Elvin Mirzəyev yarış meydanına ziyarət olunur. Onunla təkanla yarışlarda birinci cəhdidir Elvin Mirzəyev. Birdən ağırlıq qaldırma yarışlarında 55 kiloqram nəticə göstərib. O da eyni ilə Orxan Həsənli kimi 55 kiloqram nəticə göstərib və təkanla yarışlarda bu idmançı da 70 kiloqram ağırlığın öhdəsindən gələ bilir. Ümumiyyətlə, yeniyetmələr arasında yarışlarda 19 idmançı qüvvəsini sınır və bunların arasında Sahil Mirzəyev, Nail Əlzadə, Orxan Həsənli, Elvin Mirzəyev, Allahyar Abuşov, Həsən Həsənov və Elşan Şərifov qələbəyə əsas namizədlər hesab olunurlar və mübarizə də əsasən bu idmançılar arasında gedir. Həsən Həsənov, Gəncə idmançısı, ikinci cəhdinə dəvət olunur. 70 kiloqram ağırlıq. Bu idmançı da birdən ağırlıq qaldırma yarışlarında 58 kiloqram nəticə göstərib. Təkanla yarışları isə 65 kiloqram nəticə ilə başlayıb, amma 70 kiloqram ağırlığın öhdəsindən gəlmək mümkün olmadı. Yenidən səhnəyə Elvin Mirzəyev dəvət olunur. Bu, onun ikinci cəhdidir. Bir qədər əvvəl olduğu kimi yenə də 70 kiloqram ağırlıq sipariş edib və ikinci cəhdində bu hərəkətin öhdəsindən gəlməyə çalışacaq. Xatırladım ki, Elvin Mirzəyev hələlik birdən ağırlıq qaldırma yarışlarında 55 kiloqram nəticələrlə turniri davam etdirir və ikinci cəhdində 70 kiloqram ağırlığın öhdəsindən gəlir. Ümumi hesabda 125 kiloqram. Lakin bu nəticə qələbə üçün heç də kifayət etməyə bilər. Belə ki, turnirdə idmançılar Sinclair sistemi üzrə qalibləri müəyyənləşdirirlər və bu yarışlarda da idmançıların ümumən göstərdiyi nəticələr arasında ən yaxşıları, eləcə də onların öz şəxsi şəkilləri də nəzərə alınır. Bu, əsasən böyüklər və veteranlar arasında keçirilən yarışlara aiddir. Yeniyetmələrin turnirində isə 50 kiloqram çəki dərəcəsində 19 idmançı olduğundan bu turnirdə qaliblər elə göstərilən nəticələrə görə müəyyənləşdiriləcək. Allahyar Abuşov səhnəyə dəvət olunur. İkinci cəhd və 77 kiloqram ağırlığın öhdəsindən gəlməlidir. Lakin bu Nail Əlzadədir, Lənkəran idmançısı. Bəli, 77 kiloqram ağırlıq sipariş edib. Bir qədər əvvəl 76 kiloqramın öhdəsindən gələ bilmədi. Yanlışın dedim ki, Nail Əlzadə birdən ağırlıq qaldırma yarışlarında ən yaxşı nəticələrdən birini göstərib 62 kiloqram və bu göstəriciyə görə o yalnız Allahyar Abuşovdan, eləcə də Sahil Mirzəyevdən geri qalıb. İndi isə Sahil Mirzəyevə gələnə diqqət edirək. Sahil Mirzəyev birdən ağırlıq qaldırma yarışlarında 65 kiloqram nəticə göstərib. Təkanla yarışlarda birinci cəhdində 80 kiloqram sipariş verib və indi gənc atletlər ştangda 80 kiloqram çəkini hazırlayırlar. Sahil Mirzəyev Bakı idmançısı təhsil idman mərkəzinin yetirməsi təkanlı yarışlarda ilk cəhdinə çıxır.
Və dedim ki, birdən ağırlıq qaldırmada 65, təkanla yarışlarda 80 kiloqram nəticə ümumi hesabda Respublika kubunu qazanmaq üçün kifayət edə bilər. Amma nəzərə almaq lazımdır ki, hələ qarşıda digər idmançılar Nail Əlizadə və Həsən Həsənov, Elşən Şərifov kimi idmançılar növbəti cəhətlərinə çıxmalıdırlar. Və ona görə də yəqin ki, Sahil Mirzəyev sonraki cəhətlərdə, ikinci, üçüncü cəhətlərdə daha ağır çəkinin öhdəsindən gəlməyə çalışacaq. Elşən Şərifov 80 kiloqram sifariş verib, Abşeron idmançısı zirvə klubunun nümayəndəsi 80 kiloqram öhdəsindən çox məharətlə gələ bildi və ümumi hesabda 140 kiloqram nəticə göstərir və bu da mükafatçıların sırasına çıxmağa imkan verə bilər. Nail Əlizadə Lənkəran Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi, o da birdən ağırlıq qaldırma yarışlarında liderlərdən biri idi. 62 kiloqram nəticə göstərmişdi və bu göstəriciyə görə yalnız Allahyar Abuşovdan, eləcə də Sahil Mirzəyevdən geri qalmışdı. Allahyar Abuşov 81 kiloqram sifariş verib və indi bu çəkinin öhdəsindən gəlməyə çalışır. Bir qədər əvvəl 77 kiloqram ağırlığı baş üzərinə qaldıra bilmişdi və 81 kiloqram nəticə də uğurla göstərilir. Ümumi hesabda 144 kiloqram və qeyd eləməliyəm ki, bu ən azı bürünc mükafat qazanmaq üçün kifayət edə bilər. Nail Əlizadə üçüncü cəhətinə çıxır, 81 kiloqram ağırlıq sifariş verir və hələ ki, o ümumi hesabda 139 kiloqram nəticə göstərir. Ola bilsin ki, bu mükafatçıların sırasına çıxmaq üçün kifayət etməsin. Əgər 81 kiloqram ağırlığın öhdəsindən gəlsə, Nail Əlizadə bəlkə də bürünc mükafatı qazanmağa ümid edərlər, amma gördüyümüz kimi idmançı Nail ola bilmədi və indi Elşən Şərifov körpücüyə dəvət olunur. İkinci cəhdi 81 kiloqram ağırlıq sifariş verib, lakin tabloda müəyyən yanlışlığı var. Əslində bu 82 kiloqram çəkidir. Ştanqın daşlarına diqqət yetiririk. Bəli, 82 kiloqram ağırlığın öhdəsindən gəlməyə çalışır. Elşən Şərifov təkanla yarışlarda hələ ki 80 kiloqram nəticə ilə davam etdirir, amma 82 kiloqram öhdəsindən gələ bilmədi. Hələ ki ümumi hesabda bu idmançı 140 kiloqram nəticə göstərir və bu göstəriciyə görə hələlik o yalnız Sahil Mirzəyevdən və Allahyar Abuşovdan geri qalır. Turnirin təşkilatçıları yarışa çox yaxşı hazırlaşıblar. Gördüyünüz kimi yarış ərəfəsində Azərbaycan Ağır Atletika Federasiyasının xüsusi 6 aylıq jurnalı da buraxılıb. İldə 2 dəfə federasiyanın əməkdaşları bu cür nəfis şəkildə jurnal hazırlayırlar və burada Azərbaycanın yeniyetmə, gənc idmançılardan, habelər böyüklər arasında çıxış edən idmançıların göstərdiyi nəticələri qeyd olunur və bütün bunlar internet vasitəsilə də dünya idman həvəskarlarına da təqdim olunur. Bu 85 illik yubileyə həsr olunmuş xüsusi buraxılışdır və yarışlarda mütəxəssislər, idmançılar da etiraf edirlər ki, ilk dəfədir ki, belə gözəl şərait yaradılıb və bu da o demək ki, ildən ilə ağır atletika yarışlarında turnirin təşkilatçıları öz işlərinə daha məsuliyyətlə yanaşır və turniri beynəlxalq standartlar səviyyəsində keçirirlər. Elşən Şərifov yenidən körpücüyə dəvət olunur. Bu idmançı birdən ağırlıq qaldırma yarışlarında 60 kiloqram nəticə göstərmişdi. Zirvə klubunun yetirməsidir və 3-cü cəhdində bu çəkinin öhdəsindən gələ bilmədi. Beləliklə o 140 kiloqram nəticə ilə yarışları başa vurdu. Birdən ağırlıq qaldırmada 60, təkanla yarışlarda isə 80